Qoğallarım bişdi, gətirirəm. Qəşən onları kalıqaya yığdım. Bir dənə bunların gözəlliyinə baxın, oy dostlar. Nə gözəldir, bir dənə baxın. Görün nə gözəl bişirmişəm. Get-gedə professionallaşıram. Gör nə gözəldilər. Deyirəm də həqiqətən hər kəs bir cür bişirir də. Allah ruzunuzu versin. Gör necə gözəldir. Ay qızlar, ay xanımlar, ay bəylər. Gözəl qoğalları bəyənin. Zəhmətimi qudaysin. Qoy mənə çoxlu zakaz eləsinlər. Belə bilirsiniz necə? Məsələn üçün sizə deyim də 100 dana bişirə bilərəm bir günə. O güc məndə var. Amma siz nə qədər bir insan, uşağılar da demək şərti ilə. Yəni həm uşaqlara baxıram, həm də bişirirəm, həm də özümə də baxıram. Yəni bir evdə 2 nəfərik də. Bir gündə neçə dənə qoğal bişirə bilərsən? 100 dənə zakaz elə, bişirməyəm. Fərqi yoxdur, şirin şor. Bəs sən neçə dənə bişirə bilərsən? Amma düzünü yazın da, küləkləməyin.